Azərbaycanın günahsız evlatları həlak oldular, şəhid oldular. Müstəqilliyimiz yolunda, milli azadlıq yolunda şəhid oldular. Çoxları yaralandı, xəsarət aldı. Bəziləri indiyə qədər də əlil olublar. Hemen o hərbi təcavüzün nəticəsində. Şəhidlərin ailəsində qəm, qüssə, kədər çəkilməyibdir. Yaralılar hər gün o yaranı duyaraq hemen o faciəli gecəni onda bilmirlər. Xalqımız isə ümumən xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna edilən bir təcavüzü heç vaxt unutmayacaq. Təcavüz bizim xalqımızı çox sarsıtdı. Mənəvi cəhətdən əzdi. Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizim qürurumuzu sındıra bilmədi.